Prezident İlham Əliyevin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Salih Məmmədovu vəzifəsindən azad etməsi böyük maraq doğurub. Mətbuatda Salih Məmmədovun Bəylər Eyübov klanına yaxın olduğu barədə iddialar səsləndirilir. Qlobal İnfoza danışan siyasi şərhçi Heydər Oğuz isə deyib ki, Azərbaycanda kadr dəyişikliyini yalnız klanlararası rəqabətlə əlaqələndirmək doğru deyil. Stat. Adı çəkilən məmur yol və kommunikasiya sektoruna nəzarət eləyirdi. Görünür, onun Rusiya müstəmləkəçiliyindən qalma təcrübəsi ölkəmizin bugünkü tələblərinə cavab vermirdi və prezident də onu vəzifədən çıxartdı. Yaxın günlərdə böyük ehtimalla digər sahələrdə də bənzər dəyişikliklərin şahidi olacağıq. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Vensin Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər ərəfəsində bu mühüm kadr dəyişikliyinin baş verməsi təsadüfi deyil. Vensin səfərinin əsas məqsədinin yol kommunikasiya məsələləri ilə bağlı olduğu bəllidir. Görünür, Azərbaycan da yeni geopolitik siyasətə yeni simalarla başlamaq istəyir. Ən əsası isə yeni dövrə Rusiyadan qalma kadrlarla girmək niyyətində deyil. Yəqin, Rus istehsalı olan kadrların ən strateji sahədə hər cür təxribatlar törədə biləcəyindən ehtiyatlanır. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.